Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz dostlar? Gözəl xanımlarımız, analarımız, bacılarımız. Bugün mən sizə kaktuslar, baxın bir daha yenə açdı. Yəni üstü dolu tumurcuqlarla dolu idi. Keçən dəfə o birisini də çəkəndə onda balaca idilər. Baxın, hamısı açıq. Bunlar ağ rəngdə olan kaktuslarımdır. Çox möhtəşəmdir, çox gözəldilər. Bunlar da açıb. Halbuki bunun üstündə 50'ye yaxın tomurcuq vardı. Həmin kaktusdur. Hardasa 7 dənə də indi açıb. Bax. Çox gözəldir. Baxın. Düzdür. Bunu şərhlərdə yazmışdınız. Çox sağ olun ki, heyf ki gözəlliyi çox gözəldir. Amma bir gün qalır. Doğru. Bu gülün ömrü bir gündür. Şükür Allah'ın böyüklüyünə, məsləhətinə şükür. Yəni ki, belə gözəlliklər yaradıb. Çox şükür. Bunun da gözəlliyi budur ki, bir gün açıb bizi sevindirir. Düzdür, solanda çox pis olam ki, niyə belə tez oldu? Görün, nə gözəldir. Hələ ağlara baxın, gözəl dostlar. Bunlar da tam fərqlidir. Çox gözəldir bunlar da. Hələ üstü bax, xırda görürsünüz tumurcuqları. Üstü dolu da yenə də. Maşallah, çox gözəldir. İnşallah bunu da açmasını istəyirəm. Görün bu nə gözəllikdə açacaq, necə olacaq. Bunlar mənim evin qarşısında olan güllərimdir. Yəni bunlar, baxın, bu gülümdə açıb göstərə bilirəm ya yox. Bu da baxın, artıq toxuma dayanıb. İnşallah quruyandan sonra bunun toxumunu götürəcəm. Baxın dostlar, buna əl vurmayacağım. Ta ki tamam saralsın. Ondan sonra onu götürəcəm. Bu demək olar ki amaralistlər, bir də zambaqlar. Bunlar qarşı tərəfdədir. Yəni bunlar günəşdən qorumuram. Heç nə olmaz. Kaktuslar günəşi sevir. Ona da o güllərə də dəymədim. Burada mənim bu gülüm göstərməsəm küsər məndən. Baxın. Görün, nə gözəl açıb. İnanırsınız, bir həftəyə yaxında ha deyirəm, indi video çəkəcəm, bugün çəkəcəm, səhər çəkəcəm. Bir də görürəm axşamda. Baxın, çox gözəl açıb. İstəyirəm bunların məndə hər rəngi olsun. Elə istəyirəm ki, inşallah onları əldə eləyəcəm. Çox gözəldir. Həyətimizə, hasarlara yaraşıq verən güllərimiz. Artıq bu gülüm demək olar ki, o qədər bol açdı ki, yəqin ki az belə açacaq da hələ ki, gözəl xanımlarımız. Hələ günəş burayan görməyib deyə baxın, tam açmayıb. Çiçəkləri azalıb, amma yenə də inşallah yəqin ki bol açıb inşallah yenə açar. Burada da alaqlar yenə hardan dolaşıb buna. Ay sarmaşıq. İnanın buna nə qədər art deyirəm, getdikcə güllərin dibində elə hey artır hardansa çıxır. Bunu yeni vurmuşam. Arkada olan al qırmızı olan sardonyadan da baxın. Artıq tutur, həyətə vurmuşam. Ay Allah. Baxın bunun gözəlliyini. Ay seni ölməyəcəksin, ha. Ay seni ölməyəcəksin. İnanın buna günəş düşən kimi bu çiçəklər dünən bir də görürəm ki, çiçəklər tamam girdi, bilirim. Ay Allah, bunun üstündən nə keçdi ki? Heç demə istidən olubmuş. Gətirib biraz su vermişəm. Sərin gələndən sonra babələncik dirçəldilər hamısı. Çox şükür. Çox gözəldilər, çox. Doğrudan da bunlar da uşaq kimidir. Vallahi elə yazmışdınız mənə də ki, biz də oxşayırıq. Yəni biz də öz gülümüzü bir xanımımız yazmışdı ki, aynı mənsən. Yəni mən də beləncik sevirəm, gülləri əzizləyirəm. Doğrudan da yəni necə deyim? Bu da istəkdir də, gülə qarşı olan istəyimizdir. Bu aldığım qərənfillər demək olar ki, gözəl xanımlar hələ ki belə çox zəifdirlər. Bilmirəm ilbiz kəsib, bir də görürəm bir budağa düşüb, bir yanı. Mən də elbəl götürüb vururam yerə görə inşallah tutarmı. Bunlar yaxşıdır, çox şükür. Bu da açmamışdı, indi şükür çox gözəldir rəngi də. Baxın bu qərənfilimə.
Çox gözəldir. Bunun rəngi lap hamısından seçilir. Tünd qırmızı. Qəşəngdə inkişaf edib. Keçəli çox zəif idi. Bu ağdır, ağ rəngdə açandı, amma hələ ki zəifdir. İnşallah bunlar da dilçəsiydi, çox gözəl olardı. Gülün yarpaqları tökülüb hər bir yerə. Gözəl xanımlarımız, mən gözəl dostlar yıxılmışdım az qalsın burada da. Neyse, olan şeydir. Mən sizə kalanın toxumları haqqında danışacağım. Baxın. Bunları bir-bir sizlərə yaxından göstəreyim. Gözəl dostlar, baxın. Bax, artıq saralmağa doğru gedir. Əllərimdə ilə alaq eləmişim. Nə gündədir, torpaqdır. Deyəm, bir görün bunu. Bax, beləncik. Gözəl xanımlarımız. Bax, bunlar kalanın toxumlarıdır. Əvvəl mən də başa düşmürdüm. Bir neçə illər bundan öncə qırıb atırdım. Belə çiçəklər artıq solan kimi qırıb təmizləyirdim ki, kala pis görsənir. Sonra mən bunu telefonu əldə eləyəndən sonra, internet vasitəsilə xaricdən bu verilişləri izləyəndən sonra gördüm ki, orada bunu beləncik sapsarı saralır, bildiyimiz qardıqalı kimi gözəl xanımlarımız dəyir sapsarı. Ondan sonra bunlar tökülür yerə. İstəyirsiniz belə qırın bir tərəfdə hardasa bir qəşəng yeriliyin əkin, istəyirsiniz elə tökülsün kalan diblərinə oradan çıxsın. Yəni dibdən də karışqa vasitəsilə artırmaq da olar, gözəl dostlar. Yəni bu toxum vasitəsi görün nə qədərdir. Keçəni çox zəif idi. Bir şükür Allah xeyləm toxumlar var üstündə. İndi bunlar dəysin, tamam saralsın. Ondan sonra inşallah onları başqa yerə əkəcəm ki, artırım. Belə bax, yəni kalalarım demək olar ki, çoxsun. Toxum vasitəsilə də artırmışam, ştil vasitəsilə də. Baxın, lap yaxından göstərəm. Bax, bu qaydadadır. Gül açıb solandan sonra, bax, belə soldu mu, onun başını mən bu qaydada elə bil ki, bax, belə qırıb atıram. Sonra beləncik bu qaydada qalır. Sonra da burada da hardasa indi bir ayaca da dəyəcək. Ondan sonra bunlar ya yerə töküləcək ya da, amma yox, mən bunları addelini yer hazırlayıb əkəcəm. Yəni videoda da görürsünüz də mənim nə qədər kalalarım var. Hamısı bax belə toxumdan. Elə olub ki, yəni gözəl xanımlar, elə də il olub ki, yəni yeri yaxşı olmayıb, heç çıxmayıb. Yəni bax belə də olar. Sonra deyirsiniz ki, siz yalan danışırsınız, falan eləyirsiniz. Yox, bax mən başıma gələnləri də deyirəm ki, yəni elə olub ki, heç biri də bitməyib. Elə də olub ki, addelinə qaba vurmuşam. Məsələn, harasa çıxıb getmişəm, baxan olmayıb da, yəni saralıb, üstü olub, ya su verilib, çox çürüyüb. Amma özüm nəzarət eləyəndə, yəni bax beləncik. Mən yəni bu barədə məndən şərhlərdə yazılıb soruşurlardı. Bax, mən də həmin suallara cavab verirəm. Gözəl dostlar, gözəl xanımlarımız, yəni kalanın toxumları bu qaydadadır. Kimdə varsa qırmayın, tamam yetişsin, ya dibinə tökülüb artacaq, ya istəyirsiniz harasa, yəni səpə bilərsiniz, yenidən kala əldə eləyə bilərsiniz. Baxın. Bu il demək olar ki, çoxdur. Kalalarımın toxumları çoxdur. İnşallah çoxlu kala əldə eləyəcəm. İnşallah. Allah hamının işini avanda eləsin, bax. Bunlar hamısı hələ ki yaşıldır. Bunlar olacaq sapsarı, bildiyimiz qardıqalı kimi. Yəni yetişmiş qardıqalı necə olur? Gözəl dostlar, bax belə sapsarı dəyəcək. Qərənfilim də görürsünüz də açdı bol. İndi toxumlayıb hamısı. Bunlar töküləcək, yenidən artacaqlar burada. Yəqin ki, indi açacaq büyündən sonra, amma az açacaq. Belə gözəl xanımlarımız. Bu da bilirsiniz, zambaq gülüdür, ağ rəngdə açan. Bu hələ gecdir açmağı. Bənövşələrim görün nə gözəl olub. Çox gözəl olublar. Baxın, görün nə qədər, bax, mən kalaları bax, həm toxumdan, həm karışqasından artıq. Düzdür, bu təhəklər də bunun üstünə çox düşüb. Bax, burada da varımdır. İndi bunun üstünü açacağım. Yəni günəş alsın da yetişə bilsin bu toxumlar, çürüməsin, gözəl xanımlarımız var. Bunu mən göstərirəm. Yəni istəsiz xaricdən, başqa gül kanallarından yazın gəlsin kalaların toxumu haqqında. İstəyirsiniz özünüz də bir dəfə açın, baxın. Yəni mən öz əlimin zəhmətin, öz elədiyim üsullardan, yəni necə eləmişəm, mən də sizlərə paylaşıram bunu. Gözəl xanımlarımız, gözəl dostlar, baxın. Bunlar tam göydür, çünki buranın təyingi alıb altına. Ona görə bura günəş almır. Bax belə. Belə gözəl xanımlar,
Gözləriniz həmişə gözəllik görsün. Allah var eləsin sizləri, gözəl dostlar. Güllərimin artıq çoxsu açıb, tökülüb, yenidən yavaş-yavaş açmağa davam edirlər. Bilirsiniz, güllərimiz yazda, bir də payızda çox möhtəşəm olurlar. Həyətdə, elə güllər də. Gülləri demək olar ki, gözəl xanımlarımız biraz səliqəyə elə bil ki, səxmana gətirdim, çıxartdım ki, böyrüm, başım biraz qənətlərindən vurdum, solanların götürdüm ki, yəni o qədər açmışlar da həyət çiçəklərlə dolu idi. Biraz əl gəzdirdim ki, səliqəli olsun. Görürsünüz, hələ də açırlar maşallah. Artıq günəş çıxır. Görürsünüz, quşlar nə gözəl oxuyur. Yəqin ki, bu səsdə düşdü bura video. Bu güllərimi də sizlərə göstərim, gözəl xanımlarımız. Bunu bax, demək bunun özünün şitilini də saxladım. Yəni çıxmadı, qışdan çıxmadı, amma belə toxumlarını götürmüşdüm, yenidən səpdim. Bunun hamısı demək olar ki, sarı rəngdədir gözəl xanımlarımız. İndi bunun inşallah başqa rənglərində istəyirəm ki, əldə edeyim, onları toxumdan da götürüm ki, artırım. Baxın, görün, möhtəşəm, çox möhtəşəm. Düzdür, toxum çox olub deyə, keşkə buna 2 qaba əkərdim. Amma da, neysə. Artıq əkmişəm, yetişiblər, böyüyüblər. Bu gözəllərimi bir də göstərim sizlərə. Hələlik sağ olun, gözəl dostlar. Allah hər birinizin işini avand eləsin, gününüz də uğurlu olsun, gözəl xanımlarımız. Çox sağ olun, hər şeyə görə təşəkkür edirəm. Allah sizləri var eləsin, Allah Taala can sağlığı versin sizlərə. İnşallah yeni videolarla görüşmək ümidi ilə. Allaha əmanət olun, Allah sizlərə kömək olsun, gözəl dostlar. Gözəl xanımlarımız, zəhmətkeş, dəyərli, gül qədər gözəl xanımlarımız, sağ olun.